Salam əziz abituriyentlər və 9-cu sinif şagirdləri. Bu günləri 5 aprel 2026-cı il 9-cu sinif buraxılış imtahana düşmüş sualların izahatına gəlin birlikdə baxaq. Birinci sual əbob 30-36-nı tapın. Ki, hər il demək olar ki, 9-cu sinif buraxılış imtahanlarına əbob kobudla bağlı suallar düşür. Bunu mütləq biz bilməliyik. Əbob bildiyimiz qayda 30 və 36-nı sadə vurğulara ayıracağıq. 32-yə böləndə 15, 3-ə böləndə 5, 5-i 5-ə böləndə 1. 36-nı 2-yə böləcəyik 18, 2-yə böləndə 9, 9, 3-ə böləndə 3, 3-ü 3-ə böləndə 1. Oxşarlar dairəyə alaq. 2, 2, 3 və 3. Burada bildiyimiz kimi 2-ni 3-ə vuraq 6. D variantı. Demək, çətinlik çəkən şagirdlərimiz də olur. Bəzən rahat suallarda belə çətinlik çəkirlər. Əbobdur. Əbobda ədədimiz daha əvvəl kiçik olur, əkobda isə biraz böyük olur. Əbob hissədiyinə görə deməli 30 və 36-dan kiçik ədədlər olacaq. Və hər ikisinin bölündüyü ədəd olacaq. Bu avtomatik burada 180 ilə 120 siləcəyik. 36 bir-bir ədədləri böləcəyik. 36 12-yə bölünür, amma 30 bölünmür. 12-ni sildik. 36 4-ə bölünür, amma 30 bölünmür. Siləcəyik. 6-ya isə hər ikisi 6-ya bölünür. Və bu yöntəmlə də cavabı tapmaq olur. İkinci sual. Müxtəsər bulma düsturu var. 2x çıx 1, 2x plus 1. Bu a kvadrat çıx b kvadrat müxtəsər bulma düsturudur. Bu demək olar ki, 11 və 9-larda ən çox müxtəsər bulma düsturunun ən çox düşən variantıdır. Amma bunu müxtəsər bulma düsturusuz da, yəni mötərizədən vurub açmaqla da hesablaya bilərsiniz. Gəlin müxtəsər bulma dusturu kimi açsaq, 2x çıx 1, 2x plus 1 a kvadrat çıx b kvadrata görə 4x kvadrat çıx 1. Və 4x vur x minus 3-ü açaq. Çıx 4x x-ə vuranda 4x kvadrat. 4x-i mənfi 3-ə vuranda müsbət 12x bərabər 35. 4x kvadratlar getdi. 12x bərabərdir. Mənfi 1-i o üzə atanda 35 daha doğrusu burada. 35 üstə 1 olacaq və x bərabər buradan 3 tapacağıq. B variantı. Yenə də çətinlik çəkən şagirdlər, bunların həll eləməsində çətinlik çəkən şagirdlər varsa, burada variantları yerinə qoymaqla da cavab tapa bilərlər. Məsələn, yoxlayaq. 2x çıx 1, 2x üstə 1, çıx 4x vurulsun, x çıx 3 bərabərdir 35. Bir-bir variantları yerinə qoyanda, məsələn, A-dan sonra B gəlir. Bir-bir variantları yerinə qoyanda, məsələn, sıra 3-ə gələndə artıq 2 vur 3 çıx 1, 2 vur 3 üstə 1, çıxılsın 4 vurulsun 3, vurulsun x-in yerində 3 yazanda 3 çıx 3 bərabər 35. 3-dən 3 çıxanda 0, 0-ı nəyə vuranda 0 eləyir. Bu ədədimizi hesablayaq. 2 üçün 6, 1 çıxanda 5 vurulsun. 2 üçün 6 üstə 1 7. 5 7-dən 35 çıx 0, o da 35 edir. Həqiqətən 35 edir. Bu yolda niyə deyirəm ki, əgər belə misalların həllində çətinlik çəkən şagirdlərimiz var. Yerinə qoymaqla da cavabı tapa bilərsiniz. 59-cu sual rahat suallardan biridir. Dairənin radisi 5 dəfə artsa, onun sahəsi neçə dəfə artar? Ki, bütün nisbətlər bərabərdir. Bir dənə sahə də fərqlidir. Kvadrata küçəltmə var. Yəni A1 bölü A2-nin kvadratı bərabərdir S1 bölü S2. Bərabərdir A1 bölü A2-nin kvadratı. Bir dənə sahədə kvadratı qalan hamısında əgər digər nəsə soruşsaydı 5 götürəcək. Bir dənə sahədə 25. 60 tənkliklər sistemidir. Bu 9-cu sinif din testinin toplusunun içərisində elə ikinci sualı oxşar sualdır. Sadəcə bir dənə rəqəmlər dəyişir. Amma digər 9-cu sinifdə digər testlərlə də uyğundur. Əvəz etmə üsuludur da. Y bərabər 2x sadə testlərdən biri. 5x plus y bərabərdir 21. 21. Y-i gətirib yerinə qoyanda 5x plus 2x bərabərdir 21. 7x bərabərdir 21. X bərabər 3. X bərabər 3-ü yerinə qoyanda y bərabərdir 2x. 2 vur 3 bərabər 6. 3, 6 hansı variant? A variantı. Bəzən sualların elə variant çıxartmaq yolu da deyirəm ki, yəni bunu da deyəcəm ki, şagirdlər əgərsinə cavabı tapmaqda çətinlik çəkirsə, ki, suallara belə həllərini eləməkdə çətinlik çəkirsə, cavabları çıxarda bilərlər.
ki, şərt həll deyildi, əsas odur orada. Düz ən əsası həll eləməyi bacarmalıyıq. Amma həll də yaddan çıxsa birdən, cavab çıxartma yollarını da sizə öyrədirəm. Ki, birinci baxanda y bərabər 2x verilib. Yəni y x-in 2 qatıdır. Variantlara bir-bir baxaq hala. Məsələn, C variantı 10, 11. Onun 2 qatı 11 eləmir. C variantı getdi. B variantı 5-in 2 qatı 1 eləmir. D variantı 8-in 2 qatı 12 eləmir. Bir dənə 2 variant arasında qaldıq. 3 və 6. 3-ün 2 qatı 6 eləyir. 2-nin 2 qatı 4 eləyir. Gətirib 3, 6 və 2, 4-ü bir-bir altdakı sistem tənliyində yoxlayacaq. 5x plus y bərabər 21 tənliyində. X-in yerinə 2, 4 qoysaq cüt tənliklər həllini alınmayacaq. Amma 3, 6-nı qoyanda 5 üçün 15 üstə y6 21 alınacaq. Ki, yəni yerinə qoymaqla da siz cavabı tapa bilərsiniz. Əgər həll eləməkdə çətinlik çəkirsinizsə. 61-ci sual bir həllər dərsidir. A bərabər 4-də 1 verib bizə və 3-ün üstü -2a vurulsun 3-ün üstü 6a. Elə şərait var ki, birbaşa hamını yerinə qoyur. Amma burada çətinlik çəkərsizsə, yəni sadələşdirək, sonra yerinə qoyaq. Bir həllər dərsdə vurmada nə olur? Qüvvətlər toplandı. Çünki əsaslar eynidir. 3 vur 3. 3 3 eyni qaldı. 6 -2 toplayanda 4a. 3-ün üstü 4a. Anında bizə 4-də 1 verib. Yəni 3-ün üstü 4 vur 4-də 1. O da eləyir 3-ün üstü 1, 3. E variantı. 62 daha çox düşən 9-cu siniflərə xüsusilə 11-lərə də bəzən düşür. Bu axırış suallarından biridir. Ki, tənasübdür. Yəni ki, bunu deməyə ehtiyac yoxdur. 12 bölü x bərabərdir. -3 bölü 4. Çarpaz vurulanda -3x bərabər 48, x bərabər -16. Yenə də çətin çəkən şagirdlər varsa, bu cür də yəni cavablar tapa bilər. -4 bölü 3. Bir dənə baxın. 3-ü neyniyəndə 12 eləyir? 4-ə vuranda. Vur 4. Deməli 4-ü də 4-ə vuracaqsınız 16, amma mənfisi. Və yaxud yenə deyirəm, 12 bölünsün x bərabərdir -4-də 3. Bir dənə bax, -3 lap yazaq. -3 yazaq, -3 sürətlə qaldırıram. Sürətlər görürsən ki, bərabərləşdirməlidir. Sürəti bərabərləşdirmək üçün neçəyə vurmalıyıq? 4-ə vurmalıyıq. Bunu vur 4-ə. Sürəti vurmuşuqsa məxrəcdə vurmalıyıq. Vur 4-ə. -3 vur 4, -12, 4 4-ün 16, -16. Deməli, x-də neçədir? -16. Ki, onsuz baxın da, yəni x hamısı variantlar mənfi verir. Yəni müsbət 16-da tapsaz belə. Yəni görəcəksiniz yoxdur, amma hər ehtimalı ən dəqiq bilmək lazımdır. Çünki testlərin çoxunda əks ədədlər verilir variantlarda. 16 -16, amma nəsə burada verməyiblər. Ki, dediyim fasonda tapa bilərsiniz. 63-cü sual. 63-cü sual deyir ki, düzgün kəsrli rəqəmdir. Burada da variantları yerinə qoymaqla siz cavab tapa bilərsiniz. Ki, burada deyir ki, ən böyük. Ən böyük deyirsə, birinci 9-u yerinə qoyun. Sonra 6-nı yerinə qoyun. Sonra 5-i, sonra 4-ü, sonra 3. Ki, gör hansında alınırsa, onu götürəcəksiniz. Kiçiyin desə, 3-dən başlayın qoymaq. Amma böyük desə, böyükdən kiçiyə doğru qoyun. Cavabları yerinə yoxlayın. Hansı odur deməli. Ki, ən böyük istəyirdim böyükdən kiçiyə. Məsələn, 9-u yerinə yazsaq, sadəcə bu cavab çıxartma yolda həll deyil, amma həllində yazacaq əlbəttə. 4, 9. Üstə gəlinsin 0,K4. K neçə yazılıb? 9 yazılıb. 9 yazılıb. Bunu həll eləsək və s. də bunu həll eləməliyik bir-bir. Çünki vaxtımız çox gedər. Bir-bir, yəni bu sadəcə bu yolu niyə deyirəm? Cavabı həll eləyə bilməyən, cavab tapa bilməyəndə şagirdlər bu yolla cavab çıxartmayan həll edə bilər. Biz vaxtımız çox gedər deyə ki, birini qutaraq, sonra həllinə keçərik. Orta məxrəcdən də 90, 49 çıx 4, 45. Üstə gəlirsən 90-da 94 çıx 9, o da neçədir? 85. Bunları toplayanda əlbəttə 90-da 80 üstə 40, 120, 130 eləyəcək. Bu düzgün olmayan kəsirdir. Sonra keçəcəyik 6-ya, 5-ə, 4-ə və s. Cavab deyəsən 4-dür. 4-də artıq dayanacaq, 2 ödəyəcək. Ki, bu cavab çıxartma yoludur. Hər yoluna keçəndə baxanda bu 4 K çıxılsın çöl. 4 bölü məxrəc 90. Üstə gəlinsin K4 çıxılsın K çöl. Yəni çölü çıxırıq ki, yəni bu dərsi bilənlər üçün də bölünsün 90. Qarşılıq verir onu kəsrdə.
Bunu açanda 4K çıx 4 açanda 40 üstə K çıx 4 üstə gəlin. İkisinin də orta məxrəci 90-dır. Bir məxrəc yaza bilərik. 10K üstə 4 çıx K. Gəlin yazaq, gəlin yazaq, gəlin yox. 40 üstə K çıx 4 üstə gəlin 10K üstə 4 çıx K və s. Birinci ədədlərimizi toplasaq 40 çıx 4 36 üstə 4 40 və yaxud da mənfi 4 ilə müsbət 4 getdi qaldı 40. Sonra mənfi K ilə müsbət K getdi qaldı müsbət 10K. Bölünsün 90. Burada da birbaşa artıq cavabı yerinə yaza bilər və ən bir sadələşdirək biraz da onu qabağa çıxardanda K üstə 4 qalır böl 90. Onu qabağa çıxartmaya da bilərsiniz. Birbaşa 10K plus 40 böyük 90 götürüb həll edə bilərik. Daha doğrusu kiçik 90 çünki düzgün kəsr istəyir bizə. 10K da kiçikdir 50-dən, K da kiçik 5-dən. 5-dən kiçik necə gəlir? 4. Və yaxud da biraz da sadələşdirirsiniz, qaydırıq bura. K plus 4 böl 9. Ya bərabər sizə kimi həll edin. K plus 4 düzgün kəsr istəyirsə 9-dan kiçikdir, K da kiçikdir 5-dən, 5-dən kiçik 4. Və yaxud da yerinə rəqəm qoyun da, ən kiçik burada görə 5 qoyanda bir 9-u 9 düzgün olmayan kəsirdir, 4 qoyanda 4 üstə 4 8. Şagirdlər çox da xırdalıqdan xoşlamırlar ki, ən rahat yol axtarırlar. Ona görə K üstə 4 böl 9, K 4-dür də 4 üstə 4 8. Düz xəttdən 4 sm məsafədə yerləşən nöqtədən bu düz xətt tərbinin uzunluğu 5 sm olan 2 mail çəkilmişdir. Birinci düz xəttimizi çəkək və düz xəttin 5 sm məsafədə nöqtəmizi qeyd edək. Və buradan bura 5 sm bizə verib, neçə 4 sm. 2 mail çəkilmişdi. Maillərin biri belə olsun, biri belə olsun. Və maillərin uzunluğu 5 verir. Mail biz demişik də, mail hipotenuzdur. Məsafə kat etdi, oturacaqda proyeksiyada. Oturacaq istəyir, bu üzəri açıq aşağı oturacaq. 5-dür, bu da 3-dür, Pifaqor teoremi. Bu demək olar ki, hər nümunə çəkəndə 5-dür, 3 nümunə çəkmişik. Bir 6, 8, 10-da bir də 3-dür, 5. Bunlar Pifaqor ədədlərdir. Yəni A kvadrat B kvadrat və C kvadratdan yaranır və yaxud da bunu artıq şifahi bilməliyik biz. 5-dür, 3 Pifaqor ədədləridir. 5-dür, 3 bu üzə düz bucaq, bucaqdır, bu üzə 3-dür. Və deyir, həmin nöqtə arasındakı məsafəni 3 üstə 3 6. Mail ilə bağlı 11-ci sinif buraxışlarına da sual düşür. 9-lar da düşür. Ki, yəni hər iki sinif bunları yaxşı bilməlidir. Ehtimalla bağlı sual, ehtimalla da bağlı həm 9-a, həm 11-ə həmişə bir dənə sual biz görürük. Oxuyaq yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarışmada. Yazaq Həsən, Əli və Vüqar. Yarışma Həsənin qazanma ehtimalı, Vüqarın qazanma ehtimalı 7 misli. Həsən Vüqardan 7 mislidirsə, bura 7x-dir, Vüqarda x-dir. 7 misli. Əlinin qazanma ehtimalının 2 mislidir. Yəni söhbət Həsəndən gedir. Bu cümləni 2-3 dəfə əgər başa düşmürsünüzsə, 2-3 dəfə oxuyun, başa düşün bunu. Həsənin qazanma ehtimalı, Vüqarın qazanma ehtimalı 7 misli, Əlinin qazanma ehtimalı 2 mislidir. Yəni söhbət Həsəndən gedir. Deməli Vüqardan 7 dəfə çoxdur. 50-dən 2 dəfə. 50-dən Həsən 2 dəfə çox olması üçün bura 3,5x olmalıdır. Yenə deyirəm, yəni sualı burada biraz qarışıq verib ki, onu 2 dəfə başa düşmürsünüzsə, yəni biraz çox oxumaq lazımdır ki, o cümləni başa düşmək. Yəni söhbət Həsəndən gedir. Həsən Vüqardan 7 dəfə çox, 50-dən isə 2 dəfə çox. Deməli Vüqar x götürsə, Həsən 7x olur, sonra 50-dən 2 dəfə çox olması üçün 53,5x yazmalısınız. Yəni 50 çox deyil, söhbət Həsən çox. Çox şagird və yaxud da digər bunu 2-yə vurmaqla o kəsri itirir, sonra başlayır həll etməyə. Ki, bu da şagirdlərin bəzən ağlına gəlmir də, yəni 2-yə vurmaqda kəsr itirir, normal bildikləri ilə gedir. 50-nin ehtimalını istəyir. Ehtimal nədir? Əlverişli alınan sayı bölü mümkün alınan sayı. Ya 2-yə vurun, kəsr itirin, həll edin, ya da bu cür bitirin. 50-ni istəyir 3,5x bölünsün mümkün hallar. 7 üstə 3,5, 10,5 üstə 1, 11,5. 3,5x böl 11,5x. X-lər ixtisar getdi, qaldı 3,5 böl 11,5. Variantlarımızda belə bir şey yoxdur. Hər tərəfini 10-a vuraq, 35 böl 115. Əlbəttə bu da yoxdur. İxtisar aparaq, 35 5-ə böləndə 7, 115 5-ə böləndə 23. 7 B variantı. Dediyim kimi, yəni 2-yə vurmaqla da əldə edə bilərsən, amma bu imtahanda yəni bəzi şagirdlərin ağlına gəlməyə də bilər ki, birbaşa həllə keçərlər.
66-cı sual sadə suallardan biridir. 2 köşdə 25, köçdə, yəni köşdə 25-dən 5 çıxır, 5 üçün 10, sıx köşdən 6 4, isə 2 köşdə 9. 9-dan 3 çıxır, 2 üçün 6. 10 çıx 4, 6 üstə 6 12. Bu sadə sual kök. Və Əbub A1 bərabər 5, A1 bərabər 75, A üstə bilirsən. Bu topluda biraz uzun qəlizlər var, amma rahat sual salırlar da. Əbub AB 5-dirsə, bunu demişik ki, yəni AB əboblarda 5-dirsə, A-nı 5x götürək, məsələn B-ni 5y götürək. Ki, çünki 5x 5y-in əbobu xy ortaq olmayanlardır. 5x 5y-in ortaqları 5-dir, əbob da 5-dir. Bunlar bir-birinə vuranda 75 alınır. 5x vurur 5y bərabərdir 75. 25xy bərabərdir 75, xy bərabər 3. Nə ilə vuranda 3 edir? 1 və 3. Başqa bir ədəd yoxdur. 1 və 3. Deməli, x-in biri 1-dir, biri 3-dür. Onun fərqi var? Xeyr. Çünki biri 5x-dir. Onun fərqi yoxdur. Hansının biri, hansı 3 götürürsənsə. X-i 1 götürək, 5 birim 5, y-i 3 götürək, 5 üçün 15. Deməli, ədədlərimiz 15 və 5-dir. Amma bir də dönüb təzədən yoxlayın ki, mexaniki səhv eləyərsiniz. 15 və 5-in əbobu 5-dirmi? Həqiqətən 5-dir. 15-i 5-ə vuranda 75-dirmi? Bəli, həqiqətən 5-dir. Və düz tapmışam. Niyə yerinə yoxlamamaq lazımdır ki, imtahanda mexaniki səhv eləyə bilərsiniz, yadınızdan çıxar. Filan hesablamalarda, xüsusilə çox şagird hesablamalarda səhv edir. Yəni hesablamalarda səhv edə bilərsiniz. Öncə çalışın, aldığınız cavabı yoxlayın yerində. Həqiqətən düzmü tapmışam? 5, 15 cəmi 20 eləyir. C variantı. Sonra 68, bu da sadə suallardan biridir. AC-ni 7 verib, CB-ni 4 verib, 14 daha doğrusu AB-ni istəyir, 14 7 21. Sadə sual. 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Bildiyimiz kimi faizlə də bağlı sual görəcəkdik. Bu da faizlə bağlı sual. 30 hektar oldu, 42 hektar nə oldu? Artdı. Neçə faizlə olduğunu istəyir. Bizə nə qədərin artdı demir, neçə faiz artdı. 30 hektar normal əkin sahəsi 30 hektardır və 30 hektar normal verilən 100%. İki cür yaza bilərik. Ya 42-yə x faiz. Bunu çarpaz, əlbəttə tənəs çarpaz vurub x-i 140 tapacağıq. 140-dan da 100-ü çıxacağıq 40. Və yaxud 30-a 100% yazıb nə qədər artdı? 12-dən artdı. 12x%. Bunu birbaşa çarpaz vurub x-i 40 tapacağıq. Burada da nədəsə çıxmağa ehtiyac yoxdur. 100-dən yuxarı çıxartıb biz onu çıxacaq. 70-ci sual. Burada da oldu 40. 70-ci sual ordinatı üstü olan nöqtə. Burada çox diqqətli olun. Çünki bəzi şagirdlər götürüb apsis üstü götürüb ki, burada səhv edib. 3-ü 5-in 15 çıx 17 -2. Həqiqətən də -2 var. Bəzi şagirdlər burada ordinatı x kimi oxuya bilər. Bizə ordinat verilib, deməli y verilib, gətirib y-in yerində yazmalıyıq. 5x çıx 17 bərabər y, y 3 verib. 5x 3 üstə 17 20, x bərabər 20 bölü 5 4. C variantı. Və yaxud da variantlar yerinə 4, 5-ci 20 çıx 17 3 və həqiqətən düz tapmışam. Bunun neçə tili var? Bu görürsünüz ki, bunda hər hansı bir şagird 8 yazıb, 12 yazıb, səhv yazıb. Şəkil də çəkib. Bunun neçə tili var? 12 til var da. Burada 8 ilə 6-nı bir şagirdin dedidir, gözləməkdir, düzdür. 8 ilə 6 niyə verir ki, variantlardır. Ki, sən təpə nöqtə ilə üzü qarışdırasan deyə. Ona görə 8 və 6 verilir və bunu da kimsə qarışdırır. Amma til istədiyinə görə bu üz deyil, təpə nöqtədir. Bu tilli xətlərdir. Yəni, onu bu çəkəndə istifadə elədiyimiz xətlərin sayıdır. Neçə til var? 12. Əgər bilməyəndə də şəklini çəkin sayında üzdür, təpə nöqtə tildir. Bilmərsiniz əgər götürün şəklini çəkin. Tabii. Çoxluq var. Necə yerinə yazaq? Belə misallar dediyim kimi 11-ci siniflərdə düşür. 4 n nə deməkdir? Say deməkdir. Yəni 4 vurulsun n açıq b. Açıq b nə verir? 2x + 8. Bərabər n a birləşsin b. Yəni bərabərdir bütün hamısının birləşməsi. Hamısının birləşməsi necə toplayaqda birləşmə deməkdir hamısı. 2x, 3x, 4x, 9x. Sonra 8 bu da 1, 9 o da 5, 14. 4 üçün mötərizəni həll edək. 4 üçün 8x üstə 32 bərabər 9x + 14. Bu bərabərlikdə bunun bu üzə o üzə keçirməliyik. 9-dan 8 çıxanda x bərabər 32-dən 14 çıxanda 18. Cavab tapanda tez, yəni qaçmayın cavabı götürün 18. Həmişə cavab tapanda sualı oxuyun ki, tez variant işarələməyin.
Cavabı yazmayın. Biz nə tapmışıq? X 18. Bəlkə bəzən elə şagird olub ki, cavabı 18 işarələyib. Amma ki, burada suala dönüb. Cavab tapdıqsa, tənliyi həll edib qutarandan sonra sualı oxumaq lazımdır. Sualda nədir? B çıxanı istəyir. B çıxan nədir? 4x + 5. Deməli, bəli, 4x, x istəmir artıq bizə 4x üstə 5-i istəyir. X isə 18, 4 vur 18 üstə 5. Bu da elə 77. Onu yenə deyirəm. Sualı həll eləb istəmliyi qutardınız, avtomatik cavaba qaçsın. Sualı oxuyun, sonra o cavabınızı işarələyin. Sonra gəldi 4 vurulsun 12-nin üstü n bölünsün 3-ün üstü n çıx 1 vurulsun 2-nin üstü 2n üstə 1. 4 vur 12-nin üstü n-i necə parçalaya bilərik? 4-ün üstü n vur 3-ün üstü n. Bu parçaladı. 3 üstü n çıx 1 necə parçalayaq? 3 üstü n çıx 1 olduğuna görə bölünsün 3-ün üstü 1. Vurulsun 2 üstü 2n necə parçalaya bilərik? 2 üstü 2n vurulsun 2-nin üstü 1 kimi parçalayırıq. 2-nin üstü 2n-də bildiyimiz kimi bu altda yazdım. 2-nin kvadratının üstü n deməkdir. 2-nin kvadratı 4 üstü n deməkdir. Yəni 2-nin üstü 2n və 4 üstü n deməkdir. Bu 4 üstü n-lə bu 4 üstü n getdi. Bu 3 üstü n-lə bu 3 üstü n getdi. Qaldı bu 3-də qalxdı yuxarı. Vur 3. 4 vur 3. Aşağıda 2 qaldı. 4 üstü 12-ni cəbəndə aldı. 3 qalxdı yuxarı dedim. Onu indi bəzən yenə bəlkə başa düşdü. Kimsə başa düşmədi. Yəni bunu belə də yaza bilər. 4 yuxarıda qaldı. 1 bölü 3 aşağıda qaldı. Vur 2 burada qaldı. 4 2 1-in 2 böl 3. 4 böl 3-də 2. Bunlar da çətin seçən şagirdlərimiz var da. Bilənlərimiz də çoxdur, amma çətin seçənlərimiz də var. Bunlarda belə misallar çalışın. Əsas xəttəcə çalışırsınızsa, kəsr xəttin 2 nöqtə ilə yazın və o zaman çalışmayacaqsınız. 4 bölünsün 3-də 2. O da bərabərdir. Artıq bunu siz rahatçılıqla biləcəksiniz ki, bölmədir. Tərsinə çevrilir, vurulur 2-də 3. Və burada mexaniki səhv eləməyəcəksiniz. 4-ün 12-ni 2 bölümdə 6 qutardır. 74-cü suala gələk. Bizə nə verib? AB-ni 6 verib, AM-i 12 verib. Bu 6-dırsa bu da 6-dır. Digər yollarla eləyə bilərik. Birinci seçəri yazaq da. ADM istəyir, yəni bizə D buzağını istəyir. Ümumiyyətlə, bax, 11 və 9-larda ən çox 30, 60, 45 bu buzaqlardan istifadə olunur. Və 6, 8, 10 Pifaqor ədədləri, 3, 4, 5 Pifaqor ədədləri ən çox bunlardan istifadə olunur. Ki, bunu şagirdlər, abituriyentlər də yəqin təsdiq edir. Buradan da bir dənə hündürlük çəksə, burada 6 olar. 12, 6 Pifaqor teoreminə görə bura 30 dərəcə. Bura 30, A 30-dursa, M 90-dır, D də avtomatik nə düşəcək? 60 dərəcə düşəcək. Və s. Və yaxud da AM 12-dirsə, bucağı B 90-dır, deməli M bucağı 30 dərəcədir. Bura 30, M bucağı 90, deməli bu tərəfə də düşəcək 60 dərəcə. 60 dərəcə düşəcək, bura 60-dırsa, aşağıda 60-dır. Çarpaz buzaqlara görə və yaxud da Pifaqor düzdür, açıq buzağa görə oranda 60 olduğunu digər yolla biz tapa bilərik. Rəhim birinci gün kitabın 40%-ni, bax bu birinci gün 40%, ikinci gün 5%-ni, üçüncü gün qalan 110. Üçüncü günə nə qədər qaldı? Bax üçüncü günə nə qədər qaldı? 40 üstə 5, 45, 55% qaldı üçüncü gün. Dedi üçüncü gün qalanını 110. 110 səhifəsini oxuyub qurtardı. Qalan 55% qalmışdı və 110 səhifə. Bizə nədir? Kitab ümumi 100%-dir. Necə desə də birinci gün 40% x. İkinci gün 5% x. Kitabı soruş 100% x. Buradan da çarpaz vururuq. 100 vur 110. 100-ü 110-a vurmağa ehtiyac yoxdur. Böl 55 ixtisar aparaq. 110-u 55 ixtisar aparanda 2 eləyir. Şagird 110-u vurur 100-ə, sonra təzədən bölür 5-ə və əldə etsə ki, imtahan çətindir. Ki biz ixtisara meyl edək. 2-ni də 100-ə vuranda 200. Qurtardı. Ki bu sual rahat düşüb 71. Çünki bəzən şagirdlərin ən çox çaşdığı sual hardadır? Birinci gün kitabın 40%, ikinci gün qalanının 5%-ni deyir. Burada artıq biz əldə edəmirik də qalanının 5%-ni və bunlarda şagirdlər qalanlarda biraz çaşırlar. Bu həqiqətən rahat sual düşüb. 76 bərabərsizlik dərsidir. Nə verib? X 3 sıx köşdə 10 5,5 3 sıx köşdə 10. Həll edək. X vurulsun 3 sıx köşdə 10. 3 sıx kök altında 10. Bu ədədləri daha çox mənfi müsbətə görə verirlər ki, yəni hazırlaşan şagird bunları artıq bilməlidir də.
5,5, 3 sıx kök altında 10. X vur 3 sıx kökdə 10, kiçikdir 5,5, 3 sıx kökdə 10. Və burada da neyləyək? 3 sıx kökdə 10-un mənfi olduğunu, biz mənfi müsbət olduğunu qərar verməliyik. 3-ü kökə salırıq. 3-ü kökə salanda kökdə 9 deməkdir. Burada kökdə 9 deməkdir. Kökdə 9 kökdə 10 nə verir? Mənfi verir. Mənfi verdi nə deməkdir? Demək 3 sıx kökdə 10-lar mənfidir. Bu mənfilə ixtisar getdiyinə görə avtomatik işarəmiz nə olacaq? Dəyişəcək. Çünki hər tərəfi mənfiyə vurmuş olur ixtisar aparanda. 5,5-dən də böyük ədəd hansı gəlir? 6. Ən kiçik təməlli 6. Bəzən elə şagird bəlkə burada 5 cavabını götürür. Çünki x kiçik 5,5 götürür. 5,5-dən kiçik 5 götürür. Amma bir dənə baxın da ən kiçik həllini istəyirsiniz. Əgər x kiçik 5,5 götürmüsünüzsə, siz ən böyük həllini götürmüsünüz. Çünki 5, 4, 3, 2, 1 və siz 5-i götürmüsünüzsə, siz ən böyükü götürübsünüz. Amma sizdə sualda nədir? Ən kiçikini istəyir. Ən kiçikini istəyirsə, deməli bu 5,5-dən böyük 6, 7, 8, 9, 6 olacaq. 6 olacaq. Sonra keçək 77-ci suala. 77-ci sual. 77-ci sual. Burada oxşarlıqdır. B ilə D-ni bərabər verir. Bax, B ilə D-ni nə verir? Bərabər verir. B ilə D bərabər verir. Bucaq B və bucaq D bir-birinə nədir? Bərabərdir. Bu oxşarlıqdır. Oxşarlıqda ən çox düşən şəkillərdən yəni budur. Ki, bir neçə oxşarlığa aid şəkillər var. Onlardan bax biri budur. İki qəşəngcə bunu çəkin bir qıraqda ki, oxşarlığa göstərək. Oxşarlıq göstərək. Bunun müxtəlif cürü var. Bunu bu cürün salırlar da. Bucaq B ilə D-ni bir-birinə bərabər verib. Bax, D buradır, D buradır. Bunları bir-birinə bərabər verib. Alfa yazaq ki, bilək hansı bucaqlardır. Buradan da beta qarşılıqlı bucaqlardır. Yerdə avtomatik qalır qamma. Üç bucağın, iki bucaq. Yəni bir bucağın bərabər verib. İkinci bucaq qarşılıqlıdır. Beta. Özümüz tapırıq. Qamma iki bucaq bərabərsə avtomatik üçüncü bucaq bərabərdir. Bunu da tapırıq. Və sonra bizə nə verir? Buranı A verib, buranı nə verib? C verib, buranı da nə verib? O verib. AB, OC 6 verib. AB də 6 verib, OC də 6 verib. A10 da 5 verib bizlərə. Orada haradır? Bax, burada A. C-dən tapın. C-dən istəyirsə x qeyd edək. Targetinin keçə oxşarlığı eyni bucaqlar qabağındakı tərəflərin nisbətləri bərabərdir. Keçək burada qammanın qabağında heç nə verməyib. Ona görə qammalara fikir verməyimizə ehtiyac yoxdur. Keçək hara? Alfalar. Alfanın birinci alfanın qabağında neçə qalıb? 5. Bəs ikinci alfanın qabağında neçə qalıb? 6. 5-in 6-ya nisbəti bərabərdir 6-ya nisbəti. Alfalar da getdi. Qammalara ehtiyac yoxdur. Çünki heç birisinin qabağında heç nə verməyib. Keçir betliyə. Betdən qabağında neçə verib? 6-nın. Bu biri betdən qabağında neçə? X-ə nisbət. Çarpaz 6, 6-nın 36 bərabər 5x. X-ə bərabər 36 bölü 5 7,2. Bölü vurmağı da hesablamaqda çox diqqətli olmaq lazımdır ki, biz orada çaşmayaq. Sonra gəldi ətraflı məsələlər. Ətraf məsələ. Düz xəttli yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu iki ağac arasındakı məsafə bərabərdir. Və A və B ağacı arasındakı A və B ağacları biz təyin eləyək. A və B ağacları. A və B. Bu olsun A ağacımız, bu olsun B ağacımız və deyir ki, ortasında bir dənə C ağacı var. Bu da oldu C ağacımız. Və hər məsafə bərabərdir. Ümumi 85 ağac əkilibsə, çünki A-nın özü 0-dır. A olduğu nöqtədə başlamışsa 0-dır. Ümumi məsafə deməli 84-dür. Çünki A-nın özü də sayıldığına görə 85 ağac. Siz durduğunuz yerdə saymırsınız ki, addım atan da artıq sayırsınız. Təsəvvür edin ki, yəni qaldığınız yerdə hesablanıb olub 85. Amma ümumi məsafə 84. Və aynıca 3-4 nisbətinə bölüb. Deməli, bura 3x-dir, burada 4x. 3, 4, 7x bərabərdir 84. X də bərabərdir 1, 7, 7, 12. X 12-dir. AC 3x olduğuna görə 3, 12, 36. Deməli, aynən C məsafəsi 36-dır. Amma C, bura çox diqqətli olmaq lazımdır. C isə 37-ci yerdə durur. Dedim ki, məsafə 36-dırsa,
Amma say 37 olacaq. Çünki niyə? A-nın özü də sayıldığına görə A sıfırdır da. Yəni belə götürək ki, durduğu yer dəyişir. A sıfırdır, hesablanır. Say olaraq A hesablanır. Məsafə olaraq ümumi 36 məsafədir. Amma ki, say olaraq C artıq 37-ciyə düşür. Niyə? Çünki A-nın özü də sayıldığına görə 37-dir. C 37-ci ağacdır. Aralarındakı məsafə 36-dır, amma C 37-ci ağacdır. Çünki niyə? Belə götürək də, tutaq ki, belə bir çəkilən bir xətt. Məsələn, bu olsun A. Görürsən, buradan bura bir dənə məsafədir, amma görürsünüz 2 dənə ağac əkildi. Buradan bura baxın ki, 2 dənə məsafədir. 1, 2 məsafədir, amma 3 dənə ağac əkildi. Məsələn, 2 məsafəyə 3 dənə ağac əkilir. Bura bax belə çəkib burada saxlayaq. A 1 ağac, 2 ağac və burada ağacların sayını yazacağam. 1 ağac, bax burada yuxarıda 1 ağac, 2 ağac, 3 ağac, 4 ağac, 5 ağac, 6, 7 ağac. Amma məsafə 6 olacaq. Yoxlayaq. 1 məsafə, 2 məsafə, 3 məsafə, 4, 5 və burada 6 məsafə. Bunlara diqqət etmək lazım. Bucağın tənbələni keçək trapesiya. Trapesiyada dördbucaqlarda ən çox buraxışlara, imtahanlara düşən trapesiyadır. Trapesiyanın iki oxşar üçbucağı ayırır tənbələni, bucağın tənbələni. Biz trapesiyamızı çəkək, sonra fikir verək. Trapesiyamızı çəkək, sonra fikir verək. Bucağın tənbələni deyirsə, biz bucaqdan çəkməliyik. Tənbələni çəkək. Tənbələn isə avtomatik bu yarıya bölür, alfa. Və trapesiyanın oturacaqları paraleldirsə, paraleldir daha doğrusu, tənbələni çəksə deməli bura baxın, bura alfadırsa buna görə bura alfa olur. Deməli burada artıq görür ki, bərabər yanlıdır. Deməli bununla bu bərabər. Kiçik oturacaq 7-si avtomatik burada 7. Bura 28 verir bizə. Və bizə deyir oxşardır. Alfa, nə bilim, bir bucaqdır, bir beta qeyd eləyək də. Bu bərabər yan üçbucaqdır. Deməli bu da bərabər yan üçbucaqdır. Amma bunun yan bucaqlarını tapmaq lazımdır. Yəni bunun bir alfası var, digər alfanı da tapmaq lazımdır. Digər alfa ya bura olar, ya bura olar. Şimdi onu fikirləşək ki, hara yazaq? Hara yazaq? Çünki məntiqlə bura alfa düz gəlmir. Çünki bura alfadırsa, bura ilə bura bərabər olmaz axı. Bu bir. İkincisi bu. Burada qəşəngcə deyilir bizə. Acaba buranı alfa götürsən? Bura alfa götürsün. Bu alfa götürsün ki, 2 alfa iti bucaqdır. Bax, bir dənə bura baxın, 2 alfa iti bucaqdır. Tək alfa, bura artıq 2 alfa olur. 2 alfa olmaz daha doğrusu. Yəni 2 alfa iti bucaqdır. Bura alfadır, bura isə betadır. Bunlar düz gəlmir də. Yəni biri iti, biri kör ola bilməz. Və yaxud da alfalar 2 alfalar itidirsə, belə götürək də 2 alfa, belə deyək. Bir dənə də baxaq. Beta. Əgər alfa bura götürsün, bax beta bura düşəcək. Amma xeyr, burada beta olmaz, bura iti bucaqdır. Yox, betdən bura, hə. Beta bura götürə bilmərik. Onu başa salmaq istəyirdim, qarışdırdım onu. Bu betanı bizə nə verir? Kör bucaq. Bu beta bizə kör bucaq verir. Betanı ona görə biz bura yaza bilmərik. Çünki bura iti bucaq. Ona görə ora nə yazacaq? Alfa, yuxarıya da avtomatik beta düşəcək. Gəlcəkdir. Tapdı və buranda 28 verir bizə perimetr istəyir. Perimetri tapmaq üçün bir dənə bizə bura lazımdır. Buranı tapdıq, toplayacaq, perimetrini tapdıq. Deməli. İndi bura bax. Alfanın qabağında nə qalıb? X yenə oxşarlıqdır. Bu biri alfanın qabağında nə qalıb? Burada X. Alfa, burada deməli X. X-in X-ə nisbəti bərabərdir. Sonra alfalar getdi. Bir dənə də baxaq. Yox, bunu düz demədi. Bir dəqiqə zaman. Olmazsa bunu düz demədi. Oxşarlığı düz demədi. Yəni, bax, 28 oturacaqdır. Bax, bunlar yan tərəfdir. Bura X-dırsa, avtomatik. Bax, burada X olacaq. Alfa demək, birinci betadan başlayaq. Bu betanın qabağında neçə qalıb? X qalıb. Bu betanın qabağında neçə qalıb? 28 qalıb. X-in 28-ə nisbəti. Sonra baxaq, beta, alfalara baxaq. Bu alfanın qabağında neçə qalıb? 7-nin. Bu alfanın qabağında 7-nin. Digər alfanın qabağında isə X-ə nisbəti. Bayaqdır, bəlkə düz yazmışdıq, fikir vermədim. Çarpaz vurulanda X kvadrat bərabər 28 vur 7. Ya 28-i 7-yə vurun, ya da ki 28-i 4 vur 7 kimi parçalayıb belə yazın.
X də bərabər 4 2-nin kvadratıdır. 7 7 7-nin kvadratı 2 14. X'imiz də 14 tapılıb. Sonra nə edəcəyik? Toplayacaq 1 14 üstə 28 üstə 7 üstə 7. Bu sual bəlkə də bilirsiniz ki, burada bir yanlışlıq var. Niyə yanlışlıqdır? Çünki 7 7 bu 2-dən 3 buzağa bölüb. Bura 14 ola bilməz. 2 tərəfimizdən bütün tərəfdən böyük olmalıdır. Bura 14. Bir dəfə də belə bir sual düşmüşdü. Bura 14, bura 14, bura 28 ola bilməz. Əslində sualın mahiyyəti müəllim tərtib edəndə bu cür tərtib edib ki, 14 oranı tapıb və toplamalısınız oranı. Sual bu cürdür. Siz isbata gedəndə, dərinliyə gedəndə orada düz gəlmir. Düz sual deyil. Məsələn, həll belə getməlidir. Yəni sizə sual hesabla ki, bu cür həllə getməlisiniz. İndi bilmirəm orada cavab nə verəcəklər ki, yəqin ki, hamısını toplayanda orada kim yazıbsa onu 100% bal verərlər. Ora üst-üstə toplamaq lazım. 7 üstə 7 üstə 14 üstə 28. Onu toplayıb oraya yazan 100% bal verəcəklər. Ki, qaldı ki, digərlərinə. Bunu da bilmirəm. İndi baxır Dövlət İmtahan Mərkəzi. 83 sual. 83 suala baxan kimi bu 11-ci siniflərin bir dəfə buraxılış imtahanı bu tipli sual düşmüşdü. Ətraflı düşmüşdü. S2-ni verib, S1, S2 hamısıdır. Hamısının sahəsini verib x kub plus 2x kvadrat plus 8x plus 16. Deməli S2-nin bunun uzunluğuna A deyirəm. Deməli A-nı vurublar x sıx 2-yə. A uzunluqdur, n də x sıx 2-dir. Vurublar buna və bərabər olub S2 x kub c üstə 2x kvadrat üstə 8x plus 16. A-nı tapmadan ötəri biz bunu x sıx 2-yə bölməliyik də x kub plus 2x kvadrat plus 8x plus 16. Bunu bölməliyik x sıx 2-yə bölməliyik. Ki, bunun uzunluğunu tapaq da. Neçə düşəcək x kvadrat? X kvadrat x-ə vuranda x kub, x kvadratı mənfi 2-yə vuranda mənfi 2x kvadrat. Çıxanda 4x kvadrat üstə 8x plus 16. Neçə düşəcək? 4 dəfə düşəcək. 4x dəfə 4x kvadrat. Ki, bu normal bölməlikdə çıx 8x. Alt alta top çıxanda 16x plus 16 edir. Burada da 16 düşür. Bunda 16x sıx 32 edir, bunda çıxanda 48 edir. Və buna tam bölündü. Deməli, bunun vurubu deyil. Bu sualda da 79 kimi problem var. Çünki ona tam bölünməlidir də ki, biz A-nı tapaq. Çünki vuruqlarından biri olmalı. Amma ona tam bölünməsi biz belə tapa bilməyəcəyik. Dönürük nəyə? Ümumi S2 verib, o biri də S1 verib. S2-dən S1-i çıxsa, bu hissəni tapa bilərik. Göylə işarələyirəm. S2-dən S1-i çıxsa, çıxaq alt-alta. X kub plus 2x kvadrat plus 8x plus 16. X kub plus x kvadrat plus 12x plus 12. Alt alta çıxsaq, x kvadrat sıx 4x üstə 4 edir. Bu da müxtəsər mod üsuludur da x minus 2-nin kvadratıdır. Və bunun eni x sıx 2 verib, uzunluğu da m verib. Söhbət göylə dairəyə, göylə işarələdiyimdən gedir. M vur x sıx 2, x sıx 2-nin kvadratı edir. Deməli, avtomatik burada m-i x sıx 2 götürəcək. x sıx 2-ni x sıx 2-yə vuranda kvadrat edir. Və deyək ki, x-in hansı ən kiçik məsələn həlli var? X-in 3 qiymətində də məlum məsələ 2 ola bilməz, yəni tərəf 0 ola bilməz. Deməli, x bərabər 3 qiymətində m də x sıx 2-dir. Bu sualda da problem vardı. Yəni, onun vuruqlarından biri olmalıdır. Niyə olmadı? Ki, yəqin o tərəfin 79 kimi o tərəfin fikirləşmirlər ki, bunun vuruqlarından biri deyil. Gəldi 81. 81 çevrən təmini. Çevrən təmini deməli 9-cu siniflər, 11-ci siniflərə düşmüşdü. Suallardan biridir. Amma daha çox da 9-cu sinifə bu cür düşür. 11-ci siniflərə isə bu cür düşür. Məsələn, x çıx 4-ün kvadratı üstə y çıx 6-nın üstə 6-nın kvadratı məsələn bərabər 36. 11-ci siniflər daha çox belə düşür. 9-larda bu cür düşür. Ki, bu cür biraz daha çətindir buna baxanda, amma niyə salda bilmirəm. Bunu həll edək. Birinci çevrəni təmin edib, bunu həll edək. X kvadrat bildiyimiz kimi üstə x. Yəqin ki, bunu müəllimlər sizə başa salıb. Y kvadrat sıx 5 edir. Çünki bu hazır verilməyib bizə. Biz bunu hazır gətirməmişik. Hazır necə? Baxıla göstərim bu cür. Bunu neyəm? X kvadrat plus x. Bu bir düstur olmalıdır, bu bir düstur olmalıdır. Bunu x-ımız 2a bilmişdir. Yəni 2a, bunu yazaq. X üstə gəlinsin. 2ab-miz x-dir.
A-yımız da x-dir. Yəni 2 vurulsun x vur b bərabər x. X-ə ixtisar getdi 2b bərabər b, b də bərabər 0,5. Deməli x üstə 0,5-in kvadratı çıx təzədən 0,5-in kvadratı. Ki bunu ola bilsin biraz çətin başa düşdünüz, amma ki bunu yəni müəllim sizə izah eləməlidir ki, bunu bir rahat burada izah eləyəndə görəsiniz. Bu birisində də yeni qayda y çıxılsın 2ab. 2ab nədir sənin 5y. Sən A-nın onsuz Y-də rahat görürsən. A-nın Y müxtəsər modulusu. Bu da ixtisar günü B bərabər 2,5 edir. B-yi də tapdın, kvadrat. Tərcən çıx yenə 2,5-in kvadrat. O da bərabər 29,5. 29,5. Yəni bunu biraz çıxardaq bura. Bunu biraz qaldırdım yuxarı. Həll edək, həll edək. Bu x üstə 0,5-in kvadratı qaldı. Üstə y çıx 2,5-in kvadratı qaldı. Bir tipli bir sualdır. Nə vaxtsa bura 9-a məncə düşmüşdü. 0,5-in kvadratı 0,25, 2,5-in kvadratı 6,25 bərabər 29,5. Yenə bizim mötərizələrimiz qalsın. İki digərlərini hesablayarıq. Y çıx 2,5-in kvadratı. Bunlar 2 dənə mənfidə toplayıb mənfisini yazacaq. Olur -6,5 bərabər 29,5. Çıxma olduğuna görə bunları necə toplayacaqsınız? Burada toplayanda eləyəcək 36. Deməli, ümumilikdə bunu pozuranda bu ifadə 36-ya bərabər oldu. Deməli, bu da yerimiz 6-dır. Bunu avtomatik. Yəni, bu tipli testlər işləyənlər bunu rahat başa düşəcək. Yəni, bu işləməyənlər mən izahatını bilməyəcək. Radiyus 6 demək, çevrənin radiyusunu 6 tapmışıq. İndi sonra nədir? Çevrənin daxilini çəkilmiş kvadratın sahəsi. Çevrənin radiyusu 6-dır. Çevrənin daxilinə kvadrat çəkək. Qaydanı bilənlər rahatçılıqla bunu deyəcək. Qaydanı bilməyənlər götürsünlər. Çevrənin daxilinə bir dənə kvadrat çəksinlər. Bu da oldu çevrəmizin daxilindəki kvadrat. Radius 6-dırsa, əlbəttə, yəni bunları ata bilməlisinizsə, yəni radius daxilə çəkibsə kvadratın diametri çevrənin kvadratın diaqonalı çevrənin diametridir. Çevrənin radiyusu 6 tapsın, deməli kvadratın diaqonalı 12-dir. Diaqonal 12-dirsə burada A-dır, burada A-dır. Bunu bildiririk məlum məsələ. Pifaqor teoreminə görə və yaxud da düz turumuz var. A köşdə 2-yə görə nədir istəsəz? A kvadrat üstə A kvadrat Pifaqor teoremi ən çox şagirdlər gedir. Bərabər 12-nin kvadratı. 2A kvadrat 144-də A kvadratımız isə 72-yə bərabərdir. Bu tipli sual hardasa 9 və 11-lərin birində düşmüşdür. Ya da test toplularında var bu tipli sual, eynilə bu tiplə. A kvadrat bərabər 72. Bizə kvadratın sahəsini istəyir də, yəni biz burada tərəf tapmamıza ehtiyac yoxdur. Kvadratın sahəsi A kvadrat. 72 harda getdi? Ümumi olaraq suallar 77-yə qədər, yəni rahat, yəni çox asan suallar da var, düşündürücü suallar da var. Yəni bunu görürük biz. Ətraflılar biraz məsələn 79 problemli oldu, biraz 80 problem oldu. 78 düşündürücü sual oldu ki, çünki orada 37 olduğunu çox şah bəlkə orada 36 yazıb. 37-in cavabı olduğunu onu hesablamayın. Bu biraz çaşdırıcıdır. 81-də biraz yorucu testdir. Çünki iki tərəfli verib də bizə bunu. Yəni çevrənin radiyusunu tap desəydi daha yaxşı olardı. Çevrə mərkəzini tap desəydi daha yaxşı olardı. Təzədən onun içərisində kvadrat çəkir və onun bizə sahəsini istəyir. Biraz da işimiz uzadır bizim. Ki, biraz ətraflıları qəbul edək ki, 9-cu sinifə görə biraz çətin salıblar. Ki, amma yəni yazmayacaq qədər də deyil. Amma biraz həqiqətən çətin. Növbəti mərhələyə hazırlaşanlara məsləhət görərdim ki, bu izahatlara qəşəngcə qulaq assınlar, bunlara baxsınlar, öyrənsinlər ki, növbəti dəfə də belə tipli suallar düşəndə artıq həmin şəxslər düz yazsınlar. Zəif yazan şagirdlər də burada olub, güclü yazan şagirdlər də olub, güclü yazan şagirdlər və hamısını uğurlar edirəm və güclü yazan şagirdlər, yəni çox yüksək bal yazan şagirdlər biraz da daha yaxşı hazırlaşın ki, həmin o pillərini qoruyub saxlayın ki, 11-ci sinif buraxışı imtahanda da yaxşı nəticə toplayasınız. Zəif yazanlara da demək istəyirəm ki, yəni bu hələ son deyil ki, siz dövlət səviyyəli imtahan birinci dəfə də verirsiniz ki, bu da yaxşı oldu ki, görürsünüz ki, imtahan necə olur. Qarşınızda 2 il var. 2 il az bir müddət deyil, çox şey eləyə bilərsiniz ki, yəni sizdən asılıdır. Elə şagird olub ki, 9-cu sinifdən məsələn çox zəif toplayıb, amma 11-ci sinifdən 80-90% balını qaldırıb ki, siz də bunlardan biri ola bilərsiniz ona görə.
İnamınızı itirməyin, motivasiyanızı itirməyin, hazırlaşın. İnşallah qabaqda 2 il qalıb, əsas 11-ci sinif imtahanları. Uğurlar hər birinizə, sağ olun. Diqqətinizə görə.